İsrailin baş naziri çıxış etmək üçün kürsüyə çıxarkən onlarla diplomat BMT-nin iclas zalını tərk edib. Prime Minister of the State of Israel. İclasın sədri Nizam İntizam çağırarkən nümayəndələr zalı tərk etdi. Təşviş və alqış səsləri eşidildi. Please order in the hall. Please order in the hall and please be seated. Benyamin Netanyahu çıxışından birbaşa Qəzzada saxlanılan girovlar və onları əsir götürənlərlə danışmaq üçün istifadə etdi. O, ərazinin ətrafına səsucaldanların quraşdırıldığını və İsrail casuslarının onun səsini Qəzzada daşıdığını söylədi. Girovlara dedi, biz sizi unutmamışıq. Hamınızı evə gətirməyənə qədər əyilməyəcəyik, dincəlməyəcəyik. O, Həmas rəhbərliyinə dedi, silahlarınızı yerə qoyun, girovları indi azad edin. Etsəniz, yaşayacaqsınız. Etməsəniz, İsrail sizi ovlayacaq. O, yalançı soyqırım ittihamına toxundu və dedi, Həmas tələblərlə razılaşarsa, müharibə bitə bilər. And peace. Thank you very much.